Salam, xoş gəlmisən. Hekayəni danışmağa razılaşdığın üçün təşəkkür eləyirik sənə. Gəl əvvəldən başlayaq. Neçə yaşın var? 15. Bəs neçə yaşında ilk telefonun olub? 9 yaşımda. Əvvəl anamın telefonunu istifadə eləyirdim. Sonra mənə telefon aldılar. Nə eləyirdin telefonda, nəyə baxırdın? YouTube-a baxırdım. Sonra Roblox oynadım. Sonra TikTok. Valideynlərin bilirdi ki, sən telefonda başqa şəxslərlə danışırsan, hətta tanımadığın adamlarla da. Yox, onlar elə bilirdi ki, sadəcə oyun oynayıram. Bəs necə oldu? İlk dəfə yad adam sənə necə yazdı? Hansı platformada yazdı? Roblox-da yazdı. Dedi ki, sənin oyununu bəyəndim. Bir müddət sonra mənə başqa platformada danışmağı təklif elədi. Bunu mən normal qarşıladım. Bu normaldır səncə? Normal hesab eləyirəm. Heç səni aldatmağa çalışıblar hansısa sosial şəbəkələrdə? Hə. Mənə pulsuz Roblox verəcəklər dedilər. Link göndərdilər. Ora daxil oldum. Sonra məlum oldu ki, atamın kartından pul çəkilib. Bəs atan nə reaksiya verdi? Atam puluna görə əsəbləşmədi. Mənə əsəbləşmişdi. Dedi ki, sən tanımadığın adamlarla niyə danışırsan? Sən heç bilmirsən kimlə danışırsan. Bəs sonra nə baş verdi? Ondan sonra telefonumu aldılar. Düyməli telefon işlətdim. Birinci günlər məndən ötürü çox çətin idi. Həmişə əlim cibimə gedirdi. Elə bil telefon titrəyirdi, amma əslində heç nə olmurdu. Bəs evdə necə? Evdə davranışın dəyişmişdi? Hə. Axırda sözə əsəbləşirdim. Anam telefonumu verməyəndə qapını çırpırdım, qışqırırdım. Sonra özüm də peşman olurdum. Anam dedi ki, bu əvvəlki sən deyilsən. Sonra mən psixoloqa apardılar. Bax, indi 10 yaşlı sənə müraciət eləsən, nə deyərsən? İnternetdə hamı dost deyil. Əslində sizə bir söz deyim. Mən internetdə heç vaxt itməmişdim. Mən evdə etmişdim. Sadəcə bunu heç kim hiss eləmirdi.